Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu dəfə hepatit virusları, qaraciyər xəstəlikləri və onların müalicə üsulları kimi insanları ən çox maraqlandıran məsələlərdən danışacağıq. Müsahibimiz tibb üzrə fəlsəfə doktoru, infeksionist hepatoloq Hicran Xıdırovadır. Doktor, xoş gördük. Təşəkkür edirəm. Hicran doktor, istərdim elə söhbətimizə hepatit viruslarından başlayaq. Çünki Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında bildirilir ki, hər il təxminən 2 milyondan çox insan həyatını məhz hepatit B virusundan dolayı itirir. Biz bu viruslardan qorunmaq üçün hansı tədbirləri görməliyik? Öncəsində biraz dəqiqləşdirmə verim ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bütün son belə deyim də statistik məlumatlarda nəinki virus hepatitləri, eyni zamanda dünyadakı ölüm belə deyim də xəstəliklərinin sıralamasında qaraciyər xəstəlikləri, ürək və qan damar xəstəlikləri ilə demək olar ki, paralel gedir. Və bu cür dünyada qaraciyər xəstəliklərinin istər virus mənşəli, istər maddələrin mübadiləsinə bağlı, istər toksiki, genetik fərq etməz. Qaraciyər xəstəliklərinin həyatını itirən insanların sayının bu qədər çox olması istər ekologiya ilə, istər həyat tərzimizlə, yaşayışımızla və ya profilaktik tədbirlərə doğru düzgün riayət etməməyimizlə çox sıx bağlıdır bildiyiniz kimi. Bəs siz sual verdiyiniz kimi virus hepatitlərdən necə qorunarıq? Əlbəttə ki, yoxlanaraq və hepatit B-yə və D-yə, hepatit A-ya peyvənd alaraq, çünki bilirsiniz, ən gözəl təbabət profilaktik təbabətdir. Və biz əgər peyvənd alarıqsa, hepatit B-yə görə həm B-dən, həm D-dən qorunmuş olaraq və eyni zamanda hepatit A-nın peyvəndləri var. İstər isə bunları edə bilərik, yəni həkim məsləhəti ilə və artıq belə deyim də ən çox yayılan 3 hepatit virusundan qorunmuş oluruq. Yerdə qalan hallarda isə hansılar ki, qan və qan preparatları vasitəsilə yoluxma və s. mümkün olan digər növləri var. Bunlara hepatit C, E, C, TTV və s. aiddir. Bu hepatitlərdə isə sadəcə olaraq belə deyim də gigiyenik qaydalar, ondan sonra tibbi prosedurlar zamanı riayət olunan bir dəfəlik alətlərdən istifadə, xüsusi belə deyim sterilizasiya təlimatlarına icra etmək, riayət etmək və bir sıra digər proseslərlə əlbəttə qarşısını almaq olar və qorunmaq da mümkündür əgər istəyəriksə. Doktor, virusların növlərini də sadaladınız. Maraqlıdır. Onların içərisindəki ən təhlükəlisi hansıdır? Bu sualı mənə adətən pasientlərim verdiyi zaman mən deyirəm ki, ilanın ağına da lənət qarasına da. Yəni yaxşı olar ki, onun heç biri olmasın, amma bu günləri belə deyim də müalicəsi nisbətən daha asan olan növləri var. Yəni məsələn bilirsiniz, infeksion mənşəli hepatitlər içərisində hepatit A tam sağalan infeksion viruslardandır. Hepatit C-nin isə müalicəsi son demək olar ki 8-10 ildir ki, daha rahat birbaşa təsir edən preparatlar vasitəsilə aparılır və mən fəxrlə deyirəm ki, bugün Azərbaycanda bütün dünyada hansı preparatlar, hansı sxemlər tətbiq olunursa, hansı müayinə sxemləri, planlamaları aparılırsa, Azərbaycanda da ən yüksək səviyyədə bütün bunları icra etməyə imkanlarımız var, çox şükür ki. Qaldı ki, hepatit B və D bunların da müalicəsi son 2 ildir ki var. Sadəcə olaraq hələ daha yeni olduğuna görə çox da geniş yayılmayıbdır. Amma vaxtında müalicə olunarıqsa. Əslində çox doğru vurğuladınız ki, zamanında bilmək və onun qarşısını əvvəlcədən almaq. Bəs xəstələr hansı simptomları özlərində aşkar elədikdə hepatoloqa müraciət eləməlidirlər? Ən birincisi sağ qabırğaltı nahiyədə diskomfort, ağrı, ağırlıq hissi, qaşınmalar, xüsusilə bizim qaraciyər qaşınmaları günortadan sonra axşam saatlarında başlayan qaşınmalar olur və heç bir antihistamin preparatla dayanmır bu qaşınmalar. Ağızda acılıq ola bilər, diskomfort mədə, epigastral nahiyədə ola bilər, tez yorulma, ayaqda şişkinlik, qarnın birdən-birə ölçülərinin böyüməsi, bu qarna maye toplanan zaman ola bilər. Dəridə qəhvəyi, tünd qəhvəyi ləkələrin əmələ gəlməsi və bunların getdikcə artması. Bir sıra əslində diqqət etsək, səssiz orqan dediyimiz qaraciyərin elə də gözəl bir səsi çıxır ki, sadəcə onu dinləməyi bacarmaq lazımdır və bunları dinləməyi bacararıqsa, o səssiz orqanında bizə daha sərt şəkildə səsini çıxarmasına şərait yaratmalıyıq. Amma çox təəssüflər olsun ki, bilirsiniz özünüz, yəni 90% hallarda biz gecikmiş xəstələrlə qarşı-qarşıya qalırıq. Bəzi hallarda yeni doğulmuş körpələrdə də hepatit B virusuna rast gəlinir, təəssüf ki. Bəs valideynlər övladlarını qorumaq üçün nə etməlidirlər?
Təkcə hepatit B deməzdim. Hepatit C-yə də rast gəlinir, genetik qaraciyər xəstəliklərinə də rast gəlinir və son zamanların statistikası göstərir ki, çox düzgün bir qərar verildi, bilirsiniz, ölkəmizdə qohum evlilikləri qadağan olundu və bu çox vaxtında və düzgün verilmiş bir qərar idi. Çünki son zamanlar bütün genetik xəstəliklərin artımını biz müşahidə edirdik və bilirsiniz, bir sıra xəstəliklər də var ki, talisemiya daxil. Azərbaycan bunlar üçün endemik bir məkandır. Çünki qohum evliliklərini sevirik. Qohum evlilikləri daha çoxdur. Xüsusilə bölgələrimiz var ki, bu bölgələrdə ümumiyyətcə, yəni ailə daxili, qohum daxili kənara çıxmırlar. Bu da çox nəslin cırlaşmasına, genetik xəstəliklərin daha belə deyim də qabarıq meydana gəlməsinə səbəb olur. Ona görə də mən deməzdim təkcə virus hepatitlər yeni olmuşlarda rast gəlir. Bütün qaraciyər xəstəlikləri ola bilir. Amma bir valideyn artıq bilirsə ki, bunda hepatit B və ya C var, bu evlad dünyaya gətirəcək və ya ailə planlayacaq. Bunun üçün ən doğru yol ailə qurmadan öncəki kontrollardır. Yaxşı, bunu da etmədinsə, heç olmasa hamiləlik öncəsi kontrollardır. Yəni artıq bir dəfəsində sən qaraciyərində bir fəsad, bir problem olduğunu bilmisənsə və bununla bağlı bir həkimə müraciət ən yaxşı halda etmisən, ən pis halda etməmisənsə, artıq sən ikinci bir həyata, ikinci bir canlıya cavabdehsən, nəinki özünə. Və onun da məsuliyyəti sənin boynunda olduğuna görə ən azından bu səbəbdən həkimə müraciət etmən lazımdır. Qaldı viruslara, hepatit B bilirsiniz, Ümumdünya Səhiyyə Təşkilatı necə Azərbaycanda elə 2000-ci illərdən Azərbaycanda ümumi təqvim planına salınıbdır hepatit B-yə qarşı peyvəndlər və bütün yeni doğulmuşlara dövlət hesabına vurulur bu peyvəndlər. Yəni çox-çox təəssüflər olsun ki, hətta heç bir maddi israfa yol vermədən belə valideynlər bəzən bu peyvəndlərdən qaçırlar. Bu da peyvəndlər haqqında lazımlı-lazımsız bilirsiniz, o əslində olan miflər və əfsanələrlə bağlıdır. Hepatit B viruslarının peyvəndləri ən birincisi mənə verdiyiniz fürsətdən istifadə edib demək istəyirəm ki, yeganə virusa qarşı olan infeksiyadır, peyvənddir ki, daxilində canlı virus yoxdur. Və o sizi virusa yoluxdura bilməz, mümkün deyil. O sadəcə xarici kapsid qatdan ibarət bir substratdır və bədəninizə hepatit B-nin quruluşunu tanıdır ki, belə bir virus gəldikdə necə mühafizəçiyə bir şəkil göstərər, deyirsə ki, bu insanı içəriyə buraxma. Siz immun sisteminizə onun sadəcə hissə göstərirsiniz ki, belə bir virusu gördükdə immun sistemi onu daxilə buraxmasın. Və valideynlərimiz çox təəssüflər olsun ki, bunu etmirlər. Düzdür, ilk yeni doğulmuşlara məcburi şəkildə bütün müəssisələrdə bu olunur. Amma sonraki ilk peyvəndləmənin dozaları artıq poliklinikalarda aparılır və buna valideynlər özləri getmirlər. Ən müxtəlif cürə imtina edirlər bundan. Və belə olan halda biz hansı qorunmadan danışa bilərik? Aydındır. Doktor, hepatit virusları ilə yanaşı qaraciyər sirrozu da insanlar arasında təəssüf ki, geniş yayılmış xəstəliklərdən biri kimi qiymətləndirilir. Bu xəstəlik hansı mərhələyə kimi müalicə ola bilər və ümumiyyətlə maraqlıdır ki, sirroza xilas olmaq mümkündürmü? Bilirsiniz ki, mən həm də Tibb Universitetinin 3-cü daxili xəstəliklər kafedrasının müəlliməsiyəm və bu günlərin dərs dediyim auditoriyasına girdiyim bütün tələbələrə mövzum sirrozdursa bir söz deyirəm. Sirroz bütün xroniki qaraciyər xəstəliklərinin final mərhələsidir. Yəni artıq pərdələr bağlanmamışdan öncəki son səhnədir. Və bu səhnədən biz alqışlarla da gedə bilərik. Səhnədə bizi xarab yumurtalarla da yola sala bilərlər. Bu artıq bizim performansımıza bağlıdır. Və sirroz istər virus mənşəli, istər genetik mənşəli, istər toksiki, alkoqol, narkotik vasitələr istifadəsi, uzun müddətli hər hansı bir dərman vasitəsi təsiri fərq etməz. Bütün bunlar qaraciyərdə sirroza səbəb ola bilər. Sirroz qaraciyərdə geri dönməyən fibrozlaşma, el dilində desək bərkimədir yəni. Biz təəssüflər olsun ki, artıq sirroz var, bu hökmdür, artıq həyat bitdi deyirlər, belə deyil. Əgər sirrozun erkən mərhələlərində xəstəyə bizə müraciət edirsə, yəni artıq dekompensasiya yoxdursa, xəstədə qaraciyər çatmazlığı inkişaf etmirsə irəli dərəcədə o xəstələri əlbəttə ki, belə deyim də uzun müddətli həyatlarını normal şəkildə yaşamalarını təmin etmək olar. Amma bəzən də təkrar asidik mayələrin toplanması, yəni qarın boşma maye, varis qanamaları deyirik biz, qida borusu qanaxmaları, bunlar sirrozun ağırlaşmalarıdır artıq. Bu mərhələlər təkrar gördüyümüz xəstələrdə isə çox təəssüflər olsun ki, artıq qaraciyər transplantasiyası vacibdir.
və onu da vurğulayım yeri gəlmişkən ki, bilirsiniz ki, son bir neçə müddətdir ki, Azərbaycanda artıq transplantasiya icbari sığorta tərəfindən həyata keçirilir və bu çox bahalı bir və çox məsuliyyətli bir işdir və bu da dövlət tərəfindən xüsusi nəzarətdə olan və xüsusi ekspert həkimlər tərəfindən idarə olunan bir prosesdir və nə yaxşı ki, bu yaxınlarda ilk dəfə olur, bildiniz. Hətta bütün Qafqaz regionunda ilk dəfə kadavra deyirik biz ona, yəni ölmüş insanın, beyin ölümü gerçəkləşmiş insanın qaraciyərinin belə köçürülməsi həyata keçirildi və əgər yenə də deyirəm, niyə axı gələk bu mərhələyə çataq? Düzdürmü? Heç olmasa ildə bir dəfə müayinə olmaq və problemimizi bilək. İnsanların əziyyət çəkdiyi sağlamlıq problemlərindən biri də qaraciyər piylənməsidir, məlum olduğu kimi və bu qaraciyər xərçəngi, sirroz kimi xəstəliklərə də yol aça bilir. Bu zaman xəstələrin əksəriyyəti xalq təbabəti üsullarına müraciət edirlər və internetdə də axtarış elədiyimiz zaman kifayət qədər belə üsullar haqqında məlumatlar var. Sizin bir həkim kimi bu müalicə üsullarına yanaşmanız necədir və ən əsası isə həmin qaraciyər piylənməsinə əziyyət çəkən xəstələr necə bir şəkildə sürətli və tez arıqlaya bilərlər? Baxın, belə deyim də, qaraciyər yağlanması, yəni qaraciyər hepatozu deyirik də, biz buna. Bununla müraciət edən bir pasientlərə mən həmişə deyirəm ki, bizim sizinlə işimiz 50-50 olacaqdır. Mən sizə düzgün müalicə yazacağam, siz isə mənim dediklərimi uyacaqsınız. Bəzi qidalar rasionunuzdan çıxardacağıq, bəzi qidalar əlavə eləyəcəyik və eyni zamanda fiziki aktivliyinizi artıracaqsınız. Əgər buna razısınızsa, mən sizin müalicənizə cavab verirəm. Yox, əgər bunu siz deyirsinizsə ki, sən elə bir sehirli dərman yaz ki, mən həm çəki verim, həm qaraciyərim düzəlsin. Belə bir səhri dərman yoxdur. Bilsəm özüm içərəm. Yəni yoxdur belə bir dərman. Mütləq şəkildə gün ərzində 10.000 addımınızı atacaqsınız. Karbohidratlar və şirniyyatdan rasionunuzda çox az bir faiz olacaqdır. Yəni o 5 qaşıq metodu. Mənim məşhur bir dietam var. Bunu hamı bilir. 5 qaşıq metodu. Və əlbəttə ki, yenə də deyirəm, bizim bugünkü təəssüflər olsun ki, yediyimiz qidaların içindəki konservantlar, qida əlavələri, yağlı qidalar, yağların belə deyim də, doymuş və doymamış yağların proporsional doğru istifadə olunmaması, bütün bunlar təsir edir. Nə etməliyik? Qidamıza, yediyimiz yeməklərin kalorisinə diqqət etməyə bacarmalıyıq. Yəni adi bir qutu qaleta belə aldığımızda onun üzərindəki bir kaloriya baxmalıyıq ki, bu qutuda nə qədər kaloriya var? Mən bundan nə qədər? Çünki bizim gündəlik çəki almamaq üçün istifadə etmək istədiyimiz, edə biləcəyimiz kalori 800.000 kalori arasıdır. Əgər biz bundan artıq yandıracağıqsa, o zaman bəli, çəki almayacaq. Yox, əgər biz yediyimiz qədər yandıracaqsa, olduğumuz kimi qalacaq. Ona görə bütün bunlara diqqət etməmiz çox vacibdir. Doktor, son olaraq qaraciyər sağlamlığını qorumaq və qaraciyərlə bağlı xəstəliklərin qarşısını əvvəlcədən almaq istəyən insanlara nə məsləhət verərsiniz? Mən birincisi deyim ki, bizim qaraciyər xəstəlikləri şöbəsinin, yəni tədris terapevti klinikanın nəzdində yerləşir, bilirsiniz. Bir sloqanı var, biz həmişə deyirik, sağlam qaraciyər hər kəsin haqqıdır. Bu haqqımızı itirməyək. Çünki gerçəkdən qaraciyər yeganə orqandır ki, hər bir hüceyrəsi onlarla, yüzlərlə funksiya yerinə yetirir və onun hər bir hüceyrəsinin itirməsi sizin bu funksiyalardan məhrum qalmamıza səbəb olur. O yüzdən qədrini bilməmiz lazımdır və də hər şeyə cavabdeh bir orqandır. Bayaq dediyimiz kimi səsini çox gec çıxardır, amma çox kəskin şəkildə çıxardan bir orqandır və bu günləri nə yaxşı ki, Azərbaycanda bunun müalicə və müayinəsi üçün, bu xəstəliklərin həm diaqnostikası üçün hər bir şərait var. Bizim bilirsiniz, şöbəmizdə də fibroskan müayinə cihazı var, hansı ki, Alif Touch cihazıdır, Azərbaycanda yeganə cihazdır. Eyni zamanda ultrasəs müayinə, qaraciyər damarların Dopplerin aparılması üçün. Laboratoriyamız bilirsiniz, ən son bütün bildiyiniz laborator testlərin aparılması üçün hazır bir laboratoriyadır və biz əgər bugün bütün bu olanlardan istifadə etmiriksə və bilirsiniz, icbari sığortada çox şərait yaradır. Bugün pasientlər rahat şəkildə müraciət edə bilirlər, müayinələrdən keçə bilirlər. Ən azından onları götürüb bir mütəxəssisə yaxınlaşmaq mənə elə gəlir ki, çox da vaxtımızı almaz. Amma etmiriksə bu bizim günahımızdır. Söhbətimiz zamanı qaraciyər xəstəlikləri, onların müalicə üsulları, qarşısının alınması məsələlərində bir çox vacib məqamları qeyd elədiniz. Ümid edirik ki, dinləyicilərimiz və izləyicilərimiz üçün də olduqca faydalı oldu. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun və hər kəsə sağlam qaraciyər arzu edirəm. Eyni zamanda qaraciyər sizin haqqınızdır deyirəm. Sağlam qaraciyər və bayaq dediyim kimi bu haqqı itirməyək.